Hər bir peyğəmbər öz iddiasını sübut etmək üçün əlində möhkəm sənəd onun möcüzəsidir. İslam peyğəmbəri üçün bütün peyğəmbərlərdən əşrəfdir və İslam peyğəmbəri gətirən din üçün qiyamətə qədər diri qalacaq. Bütün zamanların hamısında bu din ta qiyamətə qədər Allah göndərən bir dindir. Ona görə də dedik, İslam peyğəmbərin möcüzələri keçmişdə olan peyğəmbərlərin hamısının möcüzələrindən möhkəm olmalıdır. Çünki möcüzənin bir şərti təhəddidir. Təhəddi məna eləmişik ki, yəni möcüzə gərək hərif çağıra özünə. Yəni ki, hər bir peyğəmbər hansı bir möcüzəni göstərib, bütün dünyaya elan verib ki, əgər eləyə bilirsiniz, bu möcüzədən bir dənə gətirin. Əgər bir dənə gətirsiniz, onda mən çəkilim qırağa. İslam peyğəmbəri gətirən möcüzələrində hamısı o cürdür. İndi bugündən, bugünə qədər Ülül Əzm peyğəmbərlərin möcüzələrindən danışdıq. Həzrəti Nuh peyğəmbər, İbrahim peyğəmbər, Musa peyğəmbər, Həzrəti İsa əleyhim salavatullah əcməin. Bunların möcüzələrin oxuduq, hərəsindən bir dənə, iki dənə nümunə üçün. Yoxsa bunların möcüzələri bütün həyatlarında bunlar hər gün, hər həftə, hər ay bunlar möcüzə göstəriblər. Amma İslam peyğəmbərinin möcüzələri bir baxımdan iki cürdür. O budur ki, bir iddə möcüzələri var, müvəqqəti yəni nə? Müvəqqəti yəni hələlik, əbədidir. O birisi peyğəmbərlərin möcüzələri kimi. O birisi peyğəmbərlərin bir cürə möcüzələri var idi. O da buyurdu ki, hələlikdir hamısı, müvəqqəti idi. Heç birisinin əbədi möcüzəsi yoxdur onları. İbrahim otun içində oturub, ta ot sönənə qədər o möcüzədir. Elə ki, 5 gün, 10 gün, 1 ay keçdi, o otu sildilər, süpürdülər, yudular, yağış gəldi, hamısında apardı, hamı da gördü ki, İbrahim otun içində yanmadı, möcüzədə qutardı. Həzrəti Musa əsanı atırdı, əjdaha olurdu. Ondan sonra gedirdi, götürürdü, əsa olurdu, əlində möcüzə qutardı. Görən gördü, görməyənlərə xəbər versinlər. Qutardı. Amma İslam peyğəmbərinin iki cürə möcüzəsi var. Bir cürə möcüzəsi əbədi möcüzədir. Bir cürə möcüzəsi müvəqqəti möcüzədir. Müvəqqəti möcüzələrin mən neçə cür olduğunu sayıram, ondan sonra hərəsindən bir dənə, iki dənə də məsəl nümunə oxuyarıq. Əvvəla, keçmişdə olan peyğəmbərlər hər nə möcüzə gətiriblər, İslam peyğəmbəri istisnasız hamısını göstərib onların. Bu bir. Peyğəmbərin möcüzələri nə cürüdür? Bax bu cürüdür.
Keçmişdə olan peyğəmbərlər hər birisi hansı möcüzəni gətirib? Məsələn, İsa bir cür möcüzə gətirdi, oxuduq da. İbrahimin möcüzəsi başqa cür idi, Musanın möcüzələri başqa cür idi, Həzrəti Nuhin möcüzələri başqa cür idi. İslam peyğəmbəri özündən qabaqki peyğəmbərlərin hamısının möcüzəsindən nümunə göstərib. Bu barədə bir dənə hədis oxuyuram. Bir iki peyğəmbərin adı var orada. Və o da budur ki, Həzrəti Əli əleyhissalam oturub bir gün bir iddə sahabə ilə, peyğəmbərin sahabələrindən bir iddə oturublar, Həzrəti Əli əleyhissalam da onlarla bir yerdə. Bir nəfər Yəhudi gəldi. Baxdı bunlara, dedi, müsəlmanlar, nədir bu? Siz keçmişdə olan peyğəmbərlərin hamısının möcüzəsin öz peyğəmbərinizə nisbətin verirsiniz. Hamı baxdı, Əli əleyhissalam çağırdı onu. Əli əleyhissalam çağırdı, dedi ki, sənin sözün nədir? O sözün dedi. Dedi, Musanın bir möcüzələri var idi, İsa'nın bir möcüzəsi. Siz onların hamısını deyirsiniz ki, bizim peyğəmbər gətirir. Dedi ki, otu danışaqdan, niyə narahatsan? Allah dili bənə üçün verir. Əgər madam ki dil var, madam ki elmi var, madam ki məntiq var, əsəblənmə nə üçündür? Onları mən deyirəm də, indi mən onları. Həzrət buyurdu ki, otu danışaq. İndi ona cavab verir. Buyurdu ki, Allah Musa ilə danışdı. Musa'nın möcüzəsinin biri budur da. Musa Kəlimullah. Düzdür. Ağaçdan səs gəldi, oxuduqda o möcüzəni. Ağaçdan səs gəldi ki, Musa, mən Rəbbul aləminəm. Səs belə gəldi ağaçdan. Allah səs yaratdı, Musa ilə danışdı. Dedi, Allah Musa ilə danışdı. Harada danışır? Musa'nın möcüzəsi budur ki, Tur-i Sina'da danışdı, Tur dağında. Amma İslam peyğəmbəri ilə Ərş-i Əlada Merac gecəsi danışdı. Peyğəmbəri apardı Meraca, Ərşin hamısını gəzdirdi bir gecənin içərisində. Elmi baxımdan bu, Allah qalsın bir yol inşallah fürsət olsa o barədə danışarıq. Allah apardı bunu. Orada gəzdirdi, gəzdirəndən sonra danışdı. Özdə nə xədə danışır? Bax kitabda gör neçə səhifədir. Allah xitab edir Peyğəmbərə Meracda. Ya Əhməd, ya Əhməd, ya Əhməd. Hey xitab edir, hey danışır. Hey xitab edir, hey danışır. Öz başımıza demirik ki biz. Əgər Allah Həzrəti İsa'ya dedi, ölüləri dirild. İsa ölü dirildib, möcüzəsi buyurdu. Xəstələrə şəfa verib, İslam Peyğəmbəri də bu işi görür. Əli əleyhissalam ona danışır. Sahabələr də baxır. Bir iddə gəldilər Peyğəmbərin yanına, dedilər, ya Rəsuləllah, səndən qabaqki Peyğəmbər ölüləri dirildirdi. Sən də bizə bu işi görə bilərsən? Həzrət məni çağırdı. Dedi, ya Əli, gəl bunlarla get filan qəbirstanlığa. Kimi istəyirlər dirilt, bunlar onunla danışsınlar gəl. Möminlər gördü, dünya bildi, mən onlarla getdim qəbirstanlığa. Peyğəmbər mən gedəndə qulağıma bir şey demişdi. Day onu demir ki, o nə demişdi. O, onunla onun arasında rəmzidir. Çünki Peyğəmbərlə Əlinin rəmzi var idi. Həmişə açıq danışmırdılar ki. Məni öyrətdin, nə deyəcəkdim? Getdik qəbirstanlıqda, kimi istəyirdilər? Dedim, qum bi iznillah, dur deyəyə.
başından gözündən torpaqları sildi, onlarla danışdı, ondan sonra girdi qəbridə yatdı, bastırıldı, torpaq örtüldü, qayıtdı, gəldi. O sirri mənə dedi. O sir onların arasında olan bir sirriydi ki, öğretmişdi. Peyğəmbər oturmuşdu, biri gəldi, pis danışdı, çox tündü danışdı. Acam, susuzam, nə, belə mənə verin, belə söhbətlərdən. Hamı da baxır. Sahabələr narahat oldu ki, bu niyə belə danışır Peyğəmbərlə? Həzrət üzün tutdu Əli əleyhissalama, dedi ki, apar bunun dilin kəs. Həzrəti Əli əleyhissalam yapışdı əlindən, durdular, onun da ürəyi üzüldü. Çıxdılar qapıya, Həzrət baxdı ona, dedi, bu dəvələri görürsən, dedi, hə. Dedi, hansını istəyirsən? Dedi ki, necə ki? Dedi, sən hansını istəyirsən, dedi. O elə bildi ki, hansını desə, bunu dilim bağlayacaq o dəviyə. Dedi, sən birin bəyəndə bunları. Baxdım, məsələn, kitap yazanların da hamısı yazıb və bu məsələlərdə də firqələrin içərisində çox ixtilaf yoxdur. Əksərən hamısı etiqadları var buna. Əksəri bu məsələlər ki, danışılır Peyğəmbərin barəsində, ixtilaf Əhl-i Beytin barəsindən başlanıb əsas. Yoxsa buralarda, onların da kitablarında, mən bəzi bu hədisləri, bu günləri onların öz kitablarına baxıb yoxluyurdum ki, görüm, onlar da bu cür nəql eləyib, yeləməyib. Çünki firqələrin əksəri bu məsələləri qəbul edirlər. Deyir, elə ki, Peyğəmbər gedirdi evinə, onda gördü ki, onlar salam verirlər. Əssəlamu aleyk ya Muhammed adı ilə. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Əssəlamu aleykə ya vəliyyəllah. Əssəlamu aleykə ya Rəsuləllah. Bu adlarla, bu cümlələrlə Peyğəmbərə salam verirdilər. Ondan sonra onlar dedi Peyğəmbərə ki, ya Rəsuləllah, narahat olma. Zalimlər səni qəbul eləməyəcək, ondan da narahat olma. Allah sənə fəzilət verib və sən tezlikcən bütün ərəbin içərisində sənə Allah fəzilət verib və sən güclü olacaqsan. Ya Rəsuləllah, Allah sənə bir vəsi təyin eləyib. Əli əleyhissalami ki, onun elmi ilə bütün sənin dinin dünyaya çatacaq və əgər sən elmin şəhəri olacaqsan, o şəhərin qapısı olacaq. Bax, Peyğəmbər bu sözü onlardan birinci dəfə eşitmişdi. Onlar buna ürək-dirək verəndə dedilər və Fatimə adında qızla Allah sənin gözləri aydın eləyəcək. Həsən və Hüseyn adında uşaqları behiştin ağası qərar verəcək. Onlar sənin balalarındır, nəvələrindir və cənnətdə də ələm sənin əlində olacaq və onların əlində olacaq. Bu hadisələri onlar deyəndən sonra Peyğəmbərin ürəyi sakit oldu. Peyğəmbər gördü, dağdan da səs gəlir, daşdan da səs gəlir. Gördü ki, yox, Peyğəmbər ki olmuşam və bu şeyləri də ona xəbər verdilər. Allah onun ürəyin bundan sakit elədi. Bax, bu Peyğəmbərin möcüzələri bu barədə nə qədər desin. Biri gəlirdi, deyirdi, ya Rəsuləllah, mən hardan bilim sən Peyğəmbərsən? Ürəyim istəyir sənə iman gətirim, amma hardan bilim? Həzrət gördü, bir dənə xurma ağacı var, yaxşı xurma gətirib salxımları ilə. Ona dedi ki, o ağacı görürsən, dedi ya. Dedi, əgər desəm, o xurma ağacının bir salxım xurması gələ dayana sənin qabağında, inanarsan? Dedi, bəli. Həzrət buyurdu ona, dedi ki, gəl, o xurman salxımı gəldi, dayandı yerdə, özün yerə sürtə-sürtə gəldi Peyğəmbərin qabağına ki, yazırlar o xurmanın səcdəsi idi. O Allahın əmrindən itaət elədi. Peyğəmbərin əmrindən itaət elədi. Həzrət təzədən buyurdu ki, yaxşı, indi qayıt get yerinə. O günə qayıtdı, getdi yerinə, o kişi iman gətirdi. Və bu cür hadisələr çoxudur. Biri gəldi, bir kişi soruşdu, dedi, ya Rəsuləllah, mən istəyirəm sənə iman gətirəm. Bir möcüzə mən görsəydim, ürəyim inanardı sənə. Həzrət buyurdu ki, o ağacı görürsən, dedi, bəli, görürəm.
Bu ağaçların barəsindədir də bu möcüzələr. Dedi, görürəm, bəli. Dedi, əgər mən desəm o ağac 2 dənə ağacıdır. Mən əgər desəm o 2 dənə ağac yığışalar, bir dənə ağac olalar, inanarsan? O təəccüblə dedi, buyur. Həzrət əmr elədi, 2 ağacın ikisi gəldi, oldu bir dənə ağac. Kişi gördü ki, 2 ağac oldu bir ağac. Ondan sonra Həzrət buyurdu ki, ayrılın. Ayrıldılar, yine hər birisi getdi, dayandı öz yerində. Ondan sonra kişi iman gətirdi, qəbul elədi, gördü ki, ayrıldılar. Ya o 2 sahabələr var idi, Salman nəql eləyirdir, Peyğəmbərin məhzərindəydik, Həzrəti Əli əleyhissalam gəldi. Peyğəmbərin əllərində daş var idi, balaca daş. Əli əleyhissalam gəlcəyin Həzrət çağırdı, o daşları verdi ona. Həzrəti Əli əleyhissalamın əllərinin içində daşlar dedi ki, La ilahə illallah, Muhammed Resulullah. Allahümme salli ala Muhammed. Rəzeytu billahi Rabben və bi Muhammedin sallallahu aleyhi və alihi nəbiyyən və bi Ali ibn Əbi Talib vəliyyən. Daş bunu deyəndən sonra Həzrət buyurdu ki, hər kəs namazından sonra, hər kəs sübh namazından sonra və sübhlər əgər bu duanı oxusa, qiyamətin günündə Allahın əzabından Allah bunun ürəyin sakit eləyər, asayişdə olar və nigarançılıqdan düşər, qorxu ürəyindən gedər. Bu dua o duadır ki, Məfatih kitabında da bunun mükəmməli Məfatihdə yazılıb. Həm sübh namazı və həm başqa namazlarında barəsində bu var ki, La ilahə illallah, Muhammed Resulullah, Rəzeytu billahi Rabben və bi Muhammedin sallallahu aleyhi və alihi nəbiyyən və bi Ali ibn Əbi Talib vəliyyən. Yəni mən razıyam, Allahım mənim Allahımdır, Muhammed mənim Peyğəmbərimdir və Ali ibn Əbi Talib də onun vəlisidir və mənim də vəlimdir və böyücümdür. Bax bu 3 dənəyə mən razıyam, bu rizayətə Allah da razıdır. Bu duanı deyir, hər kəs oxusa, Allah ona qiyamətin günündə elənçi bir asayiş verər. Nəhcül Bəlağə kitabında bu barədə var, başqa kitablarda var. Dəfələrlə olub, hətta Qureyş gəldi, dayandı Peyğəmbərin qabağında, dedi, sən bir iddialar elirsən ki, heç kəs eləmirdi bunları. Dedi, ax, siz məndən nə istəyirsiniz? Eləyim mən də onları. Mən Allahın tərəfindən eləyirəm bunları. Biri baxdı, dedi, o uzaqda bir ağac var ha, denən gəlsin bura. Həzrət buyurdu ki, hələ o ağaca deməkdən qabaq. Dedi, sizin içinizdə bəzisi görürəm ki, Öhüd müharibəsində quyunun içinə düşənlərdən olacaqsınız. Çünki Peyğəmbər quyunun içində getdi, danışdırdı ya onları, o müşriklər. Həmin quyu idi ki, orada dedi. Dedi, sizin içinizdə bəzi adamları görürəm, o quyunun içində olacaqsınız. Sizin içinizdə bəzi adamları görürəm ki, siz qoşun düzəldib məndən müharibəyə gələcəksiniz. Bunu dedi bu 2 dənəni, ondan sonra dedi, Ya əyyətühə şəcərə, ay ağac, qalx yerindən gəl. Kökü ilə ağac yerindən çıxdı, gəldi, dayandı Peyğəmbərin qabağında. Dedilər ki, denən qayıtsın. Həzrət dedi ki, qayıt. Ağac qayıtdı yerinə. Dedilər, denən 2 bölünsün. Yarısı gəlsin bura, yarısı qalsın orada. Həzrət buyurdu ki, 2 bölünün, o bölünənin parasına dedi, sən qal, yarısına dedi, sən gəl bura. Gəldi, dedilər, denən, indi bu yarı təzdən qayıtsın, qoşulsun ona. Qayıtdı, qoşuldu ona, Əli əleyhissalam durdu ayağa, dedi, birinci iman gətirən sənə mən olmuşam. Fəxr elədi imanına. Yəni, o möcüzəni görəndən sonra da imanına fəxr elədi. Dedi, birinci imanı mən gətirmişəm sənə. Onlar iman gətirmədilər, baxdılar, dedilər, elə sənə bu yaxşıdır, Xudahafız, sağ ol. Bax, bu cür möcüzələr. Bəzisində o insanlar idi, ürəkləri təmiz gəlirdilər iman gətirməyə, amma bəziləri istəyirdilər ki, Peyğəmbəri məhkum eləsinlər. Bir iş deyirdilər, eləyə bilməsin, biz deyən olsun.
Amma əgər eləyə bilsə qəbul eləmirdilər. Beləncə bir hadisələr orada var idi və Peyğəmbərin də ağac barəsində, daş barəsində, torpaq barəsində cürə və cürə möcüzələri var idi.